Selamlar. Bugün sizinle Adobe Illustrator programına giriş edirik. Ekranda gördüğünüz bu program Illustrator'un bizi qarşılayan ilk pəncərəsidir. Bəlkə baxarkən sizə qarışıq, qorxunc gəlir, amma mən izah etdikcə proqramın interfeysini sevəcəksiniz. Beləliklə aşağı tərəfdə gördüyünüz bu hissə bizim proqramda son yadda saxladığımız işlərin toplusudur. Yuxarı qism isə hazır ölçülərimizin olduğu yerdir. Sağ tərəfdə gördüyünüz bu kənar bizim ən çox müraciət etdiyimiz bölmədir. Biz burada Create New görürük. Üzərinə klik etdikdə bizə yeni səhifə yaradacaq. Open mövcuddur. Bu isə səhifəni yaratmadan birbaşa hazır olan faylı açmaq üçündür. Nəzərə alaq ki, bu işləri biz həm də yuxarıdan File menüsunu seçib New və Open əmrləri ilə də icra edə bilərik. İndi gəlin biz Create New edək və keçid alaq ikinci addıma. Açılan pəncərədə sol tərəfdə bizi hazır ölçülər qarşılayır. Sağ tərəfdə isə biz özümüz manual şəkildə səhifəyə ölçülər verəcəyik. Hazır ölçülərə baxanda biz burada mobile, web, print kimi müxtəlif hazır ölçülərlə rastlaşmış oluruq. Lakin qeyd edin ki, dizaynerlər səhifə ölçüsünü özləri yaratmağı daha çox sevir. Buna görə gəlin keçid alaq sağ tərəfə. Burada faylın ilk gördüyünüz hissə adıdır. İstədiyiniz hər hansı bir adı yaza bilərik. Gəlin bu dəfə qeyd edək nümunə. Daha sonra səhifəyə veriləcək uyğun ölçülər, yəni in və uzun seçilir. Qarşıda gördüyünüz hissə bizim üçün ölçü vahidlərini göstərir. Hazırda rəqəmsal üzərindən işləyiriksə, piksel seçmək ən uyğun variantdır. Lakin çap, məsələn broşur, etiket hazırlanırsa, daha çox santimetr, millimetrdən də istifadə olunur. Orientation bölməsi bu iki icon bizə vərəqimizin şaquli yoxsa üfüqi olmasına kömək edir. Mən hazırda üfüqi seçirəm. Onsuz da parametrləri fayl yaratdıqdan sonra da dəyişmək mümkündür. Buna görə relax oluruq. Artboard hissəmizdə isə bizdə 1 yazılıb. Bu bizim səhifəmizin sayıdır. Əgər mən bura 2 daxil edərsəm, bizi qarşılayan 2 ədəd səhifə olacaq. Blade hissəmiz var. Buna kəsim xətləri də deyirik və çapa, yəni printerə aiddir. Buna görə də növbəti dərslərdə bu haqda danışacağım. Hazırda tezdir. Ona görə buranın üzərindən keçirəm. Gəlirəm Advanced Option-a, yəni daha da gelişmiş hissəmizə. Color Mode, yəni rəng seçimi 2 dənədir. RGB və Smooth. Web üçün, sosial media üçün, daha bəsit desəm, istənilən rəqəmsal iş üçün RGB modu seçilir. Əgər ki, afiş, broşür, etiket, qutu dizaynı kimi printerə bağlı işlər görəcəksə, Smooth seçilir. Hazırda mən RGB-ni seçirəm. Raster hissəmiz var. Bu da səhifəmizin keyfiyyət dəyəridir. Əgər işimiz printerə bağlıdırsa, adətən High, yəni yüksək keyfiyyət 300 və yaxud 150 ppi seçilir. Yox, əgər web üçün, rəqəmsal üçün dizayn ediriksə, 72 ppi-yi da bəzən götürə bilərik. Və Create düyməsinə klik edirik. Beləliklə bizi Illustrator'ın ilk interfeysi qarşıladı. Qeyd edim ki, təlimə sıfırdan başlayan birinə məsləhətim odur ki, videoları tələsik izləməsin, ardıcıl bir günə bir video baxsın və izlədiklərini də öz üzərində məşq etdirsin. Beləliklə növbəti dərsdə isə Adobe Illustrator'ın interfeysi ilə tanış olacağıq, hansı ki burada bizi müxtəlif düymələr, menyular, pəncərələr hər biri gözləyir. Kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.